UFC 326 kartına demək olar ki, sadəcə 3 həftə qalıb. Mart ayının 8-də Las Vegasda keçiriləcək UFC 326 kartının əsas qarşılaşmasında Max Holloway BMF kəmərini Charles Oliveira'ya qarşı qoruyacaq. İkilinin bir neçə ortaq cəhəti var. Bunlardan biri bundan əvvəl bir daha da qarşılaşmışdılar və ikincisi hər ikisi Ilia Topuria'ya nokaut olub. Həm bu döyüşü dərindən təhlil edib təxmin etməyə çalışacağam, həm də ümumən UFC 326 kartı haqqında danışacağıq. Bundan əlavə olaraq UFC-də nələr baş verir, aktual mövzular nələrdir, bu haqda da qısa məlumat verəcəyik. Videoya keçməmişdən qabaq isə demək istəyirəm ki, kanalımıza abunə olmağı və videoları bəyənməyi unutmayın. Hər nəysə keçək mövzumuza. Deməli, Charles Oliveira və Max Holloway 2015-ci ildə bir dəfə də qarşılaşmışdılar. Döyüşü təxmin edə bilmək üçün təbii ki, qayıtdım keçmişə və o döyüşə bir daha baxdım. Ancaq təəssüflər olsun ki, heç bir nəticə çıxara bilmədim, çünki döyüş demək olar ki, olmayıb. Birinci raundun əvvəllərində ayaq üstə ortada gedən döyüşdə Charles Oliveira anidən double leg, yəni cüt ayaq fəndini icra eləməyə çalışır. Max Holloway müdafiə verir və Charles Oliveira'nın çiyini zədələnir. Bu səbəbdən də döyüşə davam edə bilmir və döyüş bitir. O vaxtlar hər iki idmançı çox gənc idilər. Max'in 23, Oliveira'nın isə cəmi 25 var idi. Artıq üstündən 11 il keçib, olduqca təcrübələniblər və bir çox işləri imza atıblar. İkinci ortaq nöqtələrinə baxsaq, hər ikisi Ilia Topuria ilə döyüşüb və hər ikisi Ilia Topuria'ya nokaut olub. İki döyüşü müqayisə etdikdə Max Holloway Topuria'ya qarşı 3 raund mübarizə aparır və olduqca yaxşı performans göstərsə də 3-cü raundda nokaut olur. Ancaq Charles Oliveira demək olar ki, heç nə edə bilmir, hətta döyüşü yerə çəkməyi bacarsa da Topuria'ya qarşı yerdə də bir şey göstərə bilmir və ilk raundun ortalarında çox ağır bir şəkildə Topuria'ya nokaut olur. Əgər buradan müqayisə edib nəticə çıxarmalı olsaq, təbii ki, fikirləşərik ki, deməli Max Holloway Oliveira'ya qarşı daha üstün performans göstərəcək və döyüşün qalibi olacaq. Kütlənin demək olar ki, böyük hissəsi düşünür ki, Max Holloway Oliveira'nı nokaut eləyəcək. Charles Oliveira'nın bitdiyi düşünülür. Ancaq mən bu cür düşünmürəm. Çünki Oliveira o məğlubiyyətdən sonra Mateus Gamrot'a qarşı çox gözəl bir qələbə əldə edib və ən son döyüşündə qalib olduğuna görə daha motivasiyalı, daha həvəslə qəfəsə girəcək. İndi isə biraz ayrı-ayrılıqda döyüşçülərin həm avantajları, həm dezavantajları haqqında danışacağam. Hər iki döyüşçünün məndə yeri ayrıdır, hər ikisini çox bəyənirəm, ancaq Max Holloway'dan başlamaq istəyirəm, çünki boksu çox sevirəm və Max Holloway'in döyüş stili, boksu mənə çox ləzzət eləyir. Hər nəysə, keçək Max Holloway'in avantajlarına. Max'in avantajlarından ən önəmlisi demək olar ki, heç yorulmur, nəfəsini çox yaxşı idarə eləyir. Çox sürətlidir, əllərdə özünü çox yaxşı idarə eləyir və əl-ayaq balansı demək olar ki, mükəmməldir. Özünə məxsus elastikası və akrobatik hərəkətləri də qəfəsin içində çox cəlb edici görsənir. Dezavantajlarından danışası olsaq, demək olar ki, bunu hər kəs bilir. Bu adam demək olar ki, güləşdən anlayışı yoxdur. Ancaq güləşə yaxşı müdafiə verir və yerdə qalmır, ayaq üstə döyüşməyi davam etdirməyi bacarır. Qısacası Holloway'i yerə almaq və yerdə saxlamaq o qədər də asan deyil. Təbii ki, kimlərə görə bunu müzakirə eləmək olar. Biraz da Oliveira haqqında danışaq, yoxsa bizdən küsər. Oliveira'nın özünə məxsus döyüş stili var. Həm ayaq üstə, həm də yerdə maraqlı döyüş. Ancaq əsas güclü tərəfi Brazilian Jiu-Jitsu'dur. Yəni döyüşü yerə aparıb, yerdə boğcu fəndlərdən istifadə etməyi sevir. Hərçənd ki, bu onun Arman Sarukyan və İslam Makhachev ilə döyüşündə onun işinə yaramadı, ancaq hər bir halda bu adam qara kəmər ustasıdır. Hər nəysə mövzudan çox uzaqlaşmayaq, həm Oliveira'nı, həm də Holloway'i izləyirəm və hər ikisinin döyüş planını anlamağa çalışıram. Paylaşdıqları məşq görüntülərindən bunu anlaya bilirəm ki, Max Holloway ancaq boksun üzərində çalışır və istəyir ki, bu döyüş çox qanlı və ayaq üstə keçsin. Oliveira isə fiziki məşqlərə çox üstünlük verir, bədəni yekəlib, əzələ kütləsi artıb və əsasən yerdə döyüşün üzərində çalışır. Buradan bunu başa düşürəm ki, Oliveira'nın nokaut olma qorxusu var və döyüş planını ona uyğun hazırlayır ki, maksimum tez şəkildə döyüşü yerə çəksin və Holloway'i yerdə bitirsin. Çünki güləşdə nə qədər də texnika önəmli olsa, həm də fiziki güc çox önəmlidir. Düşünürəm ki, Oliveira məhz bu səbəbdən fiziki idmanına çox önəm verir. Ancaq bildiyimiz kimi döyüş BMF kəməri uğrunda olacaq. Yəni, baddest motherfucker. Açılışını deməyəcəm, çünki bizim dildə söyüş kimi çıxır. Ancaq loru dildə desək, dünyanın ən dəli döyüşçüsü statusunu almaq. Təbii ki, güləşən bir adamın BMF kəmərini almağı o qədər də uyğun olmaz. Ona görə də əslində bu döyüşün ayaq üstə, qanlı və çox da maraqlı keçməyi gözlənilir. Təbii ki, döyüşçülər buna məcbur deyillər, yəni istəsələr güləşə bilərlər, MMA-ın qaydalarına uyğundur, ancaq
Yəni izləyicini əgər BMF kəməri üçün ora yığmışıqsa, məncə biz orada güləşmək, boğuşmaq izləmək istəməyəcəyik, məhz qanlı döyüş görmək istəyəcəyik. Döyüşü təxmin etmək nə qədər çətin olsa da, mənim fikrimcə bu döyüşün qalibi Oliveri olacaq. Ancaq düşünürəm ki, mütləq şəkildə Max Holloway bitirməlidir. Əgər bitirməyib hakim qərarına saxlayarsa, fikrimcə Max Holloway böyük ehtimalla qalib olacaq. Bu mövzu haqqında deyəcəklərim bu qədər. İndi isə UFC 326 kartı haqqında ümumi fikirlərimizi deyəcəyik. UFC 326 kartında Brian Ortega Renato Moicano ilə revanş döyüşü edəcək. İlk qarşılaşmalarında Ortega qazanmışdı. Bu səfər də nəticənin dəyişməyəcəyini düşünürəm. Bundan başqa Caio Borralho Reiner de Rider ilə döyüşəcək. Hər iki döyüşçü özünə görə çox təhlükəlidir. Fikrimcə bu qarşılaşmada qalib Borralho olacaq. Biraz da ümumi UFC haqqında söhbət eləyək və videomuzu sonlandıraq. Aprel ayının 5-də Tofiq Musayevin Braziliyalı Samuel Sanchezə qarşı olan döyüşü artıq təsdiqləndi. Biraz Musayevin rəqibi haqqında danışmaq istəyirəm. Deməli, Samuel 23 yaşındadır. 11 birlik peşəkar rekorda sahibdir. Ən son döyüşünü Dana White Contender'da keçirib və çox gözəl nokautla döyüşün qalibi olub. Döyüşün nəticəsi necə olar? Kim qalib gələr? Bu haqda danışmağa tələsmirəm. Ancaq bir şeydən əminəm və onu deyə bilərəm ki, hər iki tərəf ayaq üstə döyüşür. Bu da o deməkdir ki, biz ayaq üstə keçən və çox maraqlı bir qarşılaşma izləyəcəyik. Əslində Tofiqin rəqibinə qarşı bir dezavantajı yoxdur. Sadəcə olaraq yaş məsələsi haqqında danışa bilərik. Tofiqin artıq 36 yaşı var, Samuelin isə sadəcə 23 yaşı var. Ancaq fikrimcə bu bir o qədər də önəmli rol oynamır. Hər iki tərəfin hazırlıq prosesindən görüntülər paylaşılır və hər iki tərəfin olduqca ciddi hazırlaşdığını görmək olur. Bildiyimiz kimi UFC-də 3 Azərbaycanlı idmançımız çıxış edir. Bunlardan Rafael Fiziev, Nazim Sadıqov və Tofiq Musayevin adını çəkmək olar. UFC-dəki son qarşılaşmalarında hər 3 idmançımızın məğlub olması bilirəm ki, biraz bizə pis təsir eləyir. Rafael Fiziev son döyüşünü 14-cü sıradakı Mauricio Rufiyə qarşı keçirdi və təəssüf ki, ikinci raundda buraxdığı arıq əl zərbəsindən nakauta düşdü. Nazim Sadıqov Fariz Ziyama qarşı döyüşdü və təəssüf ki, texniki nokautla məğlub oldu. Və UFC Bakı kartında Tofiq Musayev Oralbay ilə qarşılaşdı və təəssüf ki, döyüşün birinci raundunda məğlub oldu. Ancaq mən inanıram və ümid edirəm ki, Tofiq Musayev ikinci qarşılaşmasında çox fərqli performans göstərəcək və bayrağımızı çiynində qaldıracaq. Biz sizə idmançımıza uğurları arzulayıb və videonu sonlandırmaq istəyirik. Sonda isə demək istəyirəm ki, əgər bu cür videoların çox olmağını istəyirsinizsə, kanala abunə olub videoları bəyənməyi unutmayın, ayrıca da kommentlərdə öz fikirlərinizi bildirin.